Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz qızlar. Necəsiniz? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Həmişə səhər yeməyi hazırlayarkən videoya başlayırdım. Bu dəfə də dedim, süfrəni yığarkən videonu başladım. Əslində shorts formasında çəkmişdim, amma daha sonra çevirdim, vloqa əlavə elədim. Hələ ki shortsu paylaşmaq fikrim yoxdur, amma vloqda artıq izləyirsiniz. Videoya keçməmişdən əvvəl də özünüzə gedin bir qəşəng çay süzün, ya da ki kofe hazırlayın. Oturun, telefonu da götürün əlinizə, ya da televizorda da baxa bilərsiniz, fərqi yoxdur. Əsas odur ki, videonu like eləyin. Abunə deyilsinizsə mütləq şəkildə abunə olun, çünki dəstəyiniz mənim üçün önəmlidir. Əgər aranızda yemək yeyənlər varsa nuş olsun. Yox, iş görə izləyirsinizsə məni, onda yorulmayasınız. Və artıq videomuza keçid edə bilərik. Hər kəsə xoş izləmələr. Bəzən olur ki, soruşursunuz, hicablısınız ya yox. Video çəkərkən üzərindən geyindiyim xalatlara görə bəzən bu sual verilir. Xeyr, hicablı deyiləm, amma qollarımın görsənməyini sevmirəm. İndi biraz belə topuş qollarım var deyə xoşuma gəlmir videolarda düşəndə. Ona görə videoları başladarkən xalatı geyinirəm əynimə. Kimonodur bu, əynimdə olan leoparlı çəhrayı rəngi olan. Onu elə atıram əynimə ki, videolarda, yəni bir də videonu kəsik eləməyim. İndi qızlar, bu divan təmizləyən ilə divan üzərini təmizləyəcəm. Bu hissələrdən də göründüyü kimi bəzi yerlərdə ləkə var. Amma telefonda daha çox belə sərt şəkildə görsənir. Belə gözlə baxanda o qədər də görsənmir ləkələri. Bir də belə üzərində ləkələri var. İndi yoxlayaq görək nə dərəcədə yuyur, təmizləyir. Birlikdə sınayaq. Divanın üzərində bəzi çıxmayan ləkələr var deyə biraz vaniş əlavə elədim bu sprey qabına. Baxın, dibindədir. Qalan hissəsini də su ilə dolduracağım. Çox köpüklənən məhsullar dedi. Çaçıqdan soruşdum ki, çox köpüklənən məhsullar olmaz. Dedi, çox köpüklənən məhsullardan istifadə eləməm. İndi suyun isinməyini gözləyirəm ki, biraz bura isti su əlavə edeyim. Təmizlədim, amma ancaq bu tərəf elədim. Bu hissələrdə bir-iki dənə ləkə var idi. Onu vanişlə fıskırdaraq təmizlədim. Özünüz də gördünüz. Bəzi ləkələri çıxartdı, amma bəzi çox güman ki, illənmiş ləkələri çıxartmadı. Artıq 10 ildir bu divanı mən istifadə edirəm. Bir dəfə də yəni təmizləməyib. Arada dərmanlı su hazırlayıb üzərini belə silmişəm, amma yəni dərindən təmizlənməyib heç vaxt. Ona görə də bir çox ləkələri yəni hopub artıq üzərinə. Digər tərəfi də sabahsı gün eləyərəm, təmizləyərəm. Çünki həm bu hissələrdə yaxşıdır hər yeri. Heç olmasa divanın bir tərəfi quru olsun ki, oturmağa yer olsun. Belə qalsın. Arada yəni təmizləyərəm. Çox güman ki, yavaş-yavaş tədricən təmizlədikcə çıxar bu ləkələr. Amma belə yeni olan ləkələr var idi. Burada Raul qırmızı ruçka ilə yazmışdı. Onu təmizlədi. Vanişlə biraz fıskırtdım. O hissələri təmizlədi. Burada ləkələr var idi. Onlar da yaxşı təmizlədi. Amma bəzi yerlərində ləkələri oru çıxmayan ləkələrdir də. Yəni istər-istəməz qalacaq canlıda. Belə. Bəyənməyi də bəyəndim. Bir-iki dəfə bunun suyunu atdım. Birini də sizə çəkdim, amma digərini də çəkmədim. Suyu da qutardı. Həm də dedim, bugünlük bəsdir.
Otağın gününə baxın qızlar. Uşaqları göndərdim bağçaya. Orada kargon var, birazdan açarıq. Buranı bir dənə tez yığım. Raul son vaxtlar şpilkalarla oynayır. Bunları yığım. Mama da bizdədir. Kartları Temu'dan almışdım. Bunun heyvan şəkillərindən olan da var idi. Raul təzə-təzə yaxşı oynayırdı. Bu aparatın içərisinə salırsınız və İngilis dilində hər birinin adını deyir. Heyvanların da səsləri çıxardırdı, maşınların da səslərini çıxardır. Amma Raul təzə-təzə qəşəng oynadı. Sonra biraz nəzarətsiz qalan kimi başladı kartçıqaların bir çoxlarını cırmağa. Ona görə heyvanların bəzilərini tullamışam. Amma bu digər şəkillər qalıb. Maraqlı bir oyun idi. İndi yenidən oyuncaqlar almışam onlara. Bunları yığım. Onları da göstərəcəm sizə. Nələr almışam, nələr, gəlin baxaq. Əslində burada özümə aid paltarlar da var, onu sonra göstərərəm. Birinci buraları tez göstərim, yığın. Deməli, belə toplar almışam rəngarəng. Raul üçün 2 ədəd belə yazıla bilən və silinə bilən planşetlərdən almışam. Bundan əvvəl Ajdaya almışdım, sonra qırıldı, neysə başdan oyunlar açıldı, atdıq. Daha sonra belə bir şey götürdüm. Burasında maqnit var, bu ruçkanın və buradakı bu ağ rəngdə şarikləri, topları gətirib bura salırsınız. Yəni bir növ zəka oyunudur. Uşağı da maraqlı olar bu şariklərlə oynamaq. Bunu əslində düzəltməliyəm, amma belə bir kitabçadır. Deməli, kitabçada dırnağıma da fikir verməyin, dırnaq ustasından danışmışam. İnşallah gəlməlidir 4-5 günə. Deməli, belə zəka oyunlarıdır. İndi bunu düzəldərəm, düzəldəndən sonra da göstərərəm sizə. Bu cür belə kartçıqalardır. Arxasına bu cırt-cırtlar var, onları yapışdıracağım. Bu da elə ona aiddir. Daha sonra belə maqnitdir. Oyuncaqlarda bir-birinə yapışır maqnit sayəsində. Baxın, yapışdı. Yapışır belə. Ev falan düzəltmək olur. Sonra belə heyvan şəkilləridir və kartçıqaların üzərində məsələn heyvanların yapışdıracağıq bura. Bunda da belə cırt-cırt formasındadır. Məsələn, pingvin burada yaşayır. Pingvinin arxasına bu cırt-cırtdan yapışdıracağıq. Burada bir dənə cırt-cırt qoyacağım ki, pingvini bura yapışdırıb çıxartmaq olsun. Bu da bir növ zəka oyuncağıdır. Bunu da belə balaca bir şey götürdüm. Raulə yerləşdirməsi üçün. Bir də belə puzzle'lardır. Heyvan şəkillərindən inəkdir, itdir, qoyundur. Bunları bilmirəm. Yəqin ki, biraz 3 yaş falan olan uşaqlar üçün nəzərdə tutulub, amma yenə də oynayarıq, eybi yox. Oyuncaqlardan bu qədər. İndi keçək digərlərini göstərməyəm. Deməli, qızlar, pijamaları da açdım. Belə mavi rəngdə, üzərində bantik detayı ilə pijamadır. M razmer götürmüşəm. İndi aparıb yuyacam bunları. Bir də çəhrayı rəngdə götürdüm. Üzərində də belə gilaslar var. Çox belə qəşəng şirin dəstlərdir, ev geyimləridir. Bunu da M razmeri götürmüşəm. Hər ikisini qısa qol götürdüm. Çünki uzun qol pijama dəstlərim var. Dedim, yay üçün də olsun. Bir də belə saç aksesuarı aldım. Üçlü şəkildə. Birini də itirdim paltanın içində. Bir saniyə tapım. Belə 3 rəngdə saç aksesuarıdır. Bunlardan tez-tez evdə istifadə edirəm. Dedim, alım. Olsun dolabımda. Belə qızlar, linklərini də qoyaram sizlər üçün, baxarsınız. Yeni bir gündən salam qızlar. Bugün gözəl bir hava var. İnşallah belə davam edir bütün yayı. Heç yağış falan olmaz. Pijamalarımı da giymişəm qızlar. Dünən yumuşdum, qurutmaya atdım. Bugün də giyindim. Çox gözəldilər. İstəyirəm bunu göstərim. Dünənki Temu kargosundan çıxdı, amma belə daha videoda çəkmədim. Qırağa qoymuşdum deyə yadımdan çıxdı. Belə zibil klok almışam Temu'dan qızlar. Bilirsiniz ki, bizdə zibil çatdırma olmur. Yəni kloklar falan, mağaza klokları güclə çatdırıram. Dedim bir alım yoxlayım. Düzdür, çox böyük deyil. Belə mağaza klokları boydadır. Amma mən də onsuz tez-tez dəyişirəm. Hələ ki yaxşıdır, cırılma falan olmayıb, nə də su axtırmayıb.
Bunun rulondur. İçərisində 200 ədəd olur və 6 manat 60 qəpiyə falan belə almışam. Burada da belə qulpu var. Qatdalayıb qırağa qoyursunuz, tulluyursunuz ki, yəni belə rahat olur da. Ağzından heç nə axıb eləmir. Alt hissəsindən də cırılma falan olmur deyilənə görə. İndi görək, yoxlayaq. Məncə yaxşıdır. Eybi yox, işimizi görür. İndi mən kofemi süzüm. Acı kofemi içim səhər tezdən. Sizlər nə edirsiniz, nə iş görürsünüz? Keçən həftə yoldaşım belə bir kofe almışdı. Dadı yaxşıdır, bəyəndim. Həmişə Nescafe içirdim. Amma Nescafe'yə görə bu daha biraz belə yumuşaq daddadır. Ona görə bəyəndim. Mən də belə acı içirəm, amma üzərinə süd əlavə edəcəm. Son vaxtlarda içdiyimiz süd budur. Badam südü, həm laktozsuzdur, həm də glutensiz. Raul üçün də istifadə edirəm. Axşam Raul yatmamışdan süd içir, süd qızdırıram. Onu içir, sonra yatır. Və belə. Keçən dəfə market alışverişində göstərmişdim. Bəyəndik də yenidən aldıq. Deməli qızlar, bu Trendyoldan aldığım kiçik qazanlar o qədər gözəldir ki, əgər siz də belə kiçik bir ailəsizsə, yəni böyük bir qazanlara ehtiyac duymursunuzsa, məndə də böyük qazanlar vardı, yəni məsəl üçün. Amma ki, gündəlik olaraq bunu istifadə edirəm. Burada süd qızdırıram, orada yumurta. İndi burada balaca tavam boşda deyil, yəni soyuducudadır. Bunun balacası da var. Həmişə onu deyirdim, amma bu dəfə də bunda indi saska falan qızardacağım. Səhər yeməyi hazırlayıram. Burada da blinçiklərim bişir. Yəni ki, belə. Bunlar çox gözəl dəstlərdir. Eyni mağazadan almışam, amma bu tavalar üçlü satılır ayrı. Bir də bu qazanlar da üçlü ayrı satılır. Kiçik boydan, orta boy, bir də böyük boy. Böyük boy, bir dənə bunun böyüyü var. Bu orta boydu, bu kiçik boydu. Linklərini də qoyaram sizə, baxarsınız. Çox gözəl və keyfiyyətlidir, yapışdırmazdılar. Hər hansısa bir problem yaşamamışam indiyən kimi. Yayla çorbası bişirəcəm, yayla şorbası. Burada 2 dənə filedir, qaynatdım, ditdim. Bir balon qatıqdır, bir növ doğğadır, amma göyərtilər vurulmur. Ən sonda bu qatığı su ilə qarışdırıb bişirəndən sonra filesini tökəcəyəm, qaynamış düyü tökəcəm. Bir də ki, nanə ilə pul biber kərə yağında qovurub qazan içərisinə tökəcəm. Soyuq halda içməyə dadlı bir şorba olur. Siz də hazırlayın. İndi ətraflı da bölüşəcəm sizinlə. Deməli qızlar, gəlin sizə bugün başıma gələn bir hadisə haqqında danışım. Siz də yoruma yazın, görüm kim haqlıdır, kim haqsız. Neçə vaxt idi Dior'un highlighter paletini almaq istəyirdim, amma highlighter hər gün düzənli istifadə etdiyim bir məhsul olmadığına görə orijinal olanı almağa qıymırdım. Amma görüntü qablaşdırma olaraq həddindən artıq bəyənirdim. Elə YouTube'da bir səhifə çıxdı qabağıma, bu məhsulu paylaşmışdı. Yazdım, qiyməti falan soruşdum. Xanım dedi ki, premiumdur, qutuludur. Başqa videolarına da baxdım ki, həqiqətən istədiyim bir çox məhsullar var burada. O qədər sevindim ki, dedim hər şeylə buradan alaram. Bəlkə bu hadisə ona görə mənə pis təsir etdi. Biraz da xəyal qırıqlığı oldu. Yoldaşımın nömrəsi ilə zəng elədim. Bizdə mən nömrəmi heç kəsə vermirəm də, yəni qohum, əqrəba heç, amma belə mağazalar falan həmişə yoldaşımın nömrəsi ilə sifariş edirəm. Bilmirəm sizdə necədir, amma bizim ailədə belə olub, belə əvvəldən belə olub. İstədiyim məhsulların adını, şəklini atdım. Dedi ki, öyrənim, xəbər edəcəm. 2 gün oldu, səs səmir yoxdur bundan. Axırda gördüm YouTube'da video paylaşıb, mən istəyən paleti daha münasibə qoyub, yəni mənə 25 manat demişdi. Daha sonra paylaşdığı videoda 20 manat. Düzdür, orada 5 manatın fərqi yoxdur, amma yenə də yəni burada bir saxtakarlıq hiss elədim. Və mən də haqlı olaraq yazdım ki, bəs bizə cavab vermirsiniz, sifariş etmək istəmişdik. Qeyd elədi ki, həmin an. İndi cavab yazdım. Biraz keçdi üstündən, yoldaşım da heç evdə deyildi həmin vaxtı. Yazdı ki, bəs mənə görüldü atmaqdansa sifariş etsəydiniz kinayəli bir şəkildə. Mən də qeyd etdim ki, bəs vəziyyət budur, ola bilsin vaxtı yoxdur. Daha sonra yoldaşımdan bu barədə soruşanda dedi ki, düşündüm səndən soruşum, fikrimdən çıxdı. Həqiqətən də yorucu işi var. Bəzən olur heç mənə də cavab yazmır. Sonradan zəng gəlir ki, üzrsə əlimdə işim var idi. Nəysə, xanım da 2 gün sonra mən deyəndən sonra cavab verib və gözləyir ki, həmin an cavab verilsin, sifariş eləyək də. Yəni elə düşünür ki, bu rəftarı elədi mənə. Sanki yoldaşımın işi gücü yoxdur. Elə oturub telefonda gözləyir
ki, bir dənə Fatimənin bu highlighterını alım, dərdim sərim yoxdur yəni. Düz deyil, yəni həmin an cavab yazılmalıdır, amma dediyim kimi yoldaşımdan yazdığıma görə həmin an ona mən cavab verə bilmədim. Yoldaşım da düşünüb ki, birinci soruşum evdən, sonra xanıma da deyərəm sifarişi göndərəm. Ona görə deyirəm ki, bəzən Temu ilə Trendyol onlayn alış-veriş yerlərinin qadasını alaram da. Yəni elə olub ki, aranızda bəlkə də bunu yaşamayan yoxdur. Uşaq vaxtı mama ilə 40 dənə yerə gedərdik, gəzərdik, hər şeyə baxıb sonra münasib olanı alardıq. İndi bu xanımın müştəri ilə danışığı məni həqiqətən belə şok elədi. Hər bir də sonda artıq əski, boş-boş yazıb, niyə öz nömrənizlə yazmırsınız, niyə yoldaşınızın nömrəsindən yazırsınız? Qeyd edib ki, mən ümumiyyətlə sizin sifarişinizi götürməyəcəm kimi söhbətlər eləyib. Düzdür, cavab da vermədim. Sanki bu rəftarından sonra bir də ondan alış-veriş eləyəcəydim də, yəni. Müştərisi bol olsun deyəcəm, amma bu rəftarla çətin müştərisi olsun. Bu hikyə ilə, bu kinayə ilə həqiqətən inanmıram xanımda hər hansısa bir alış-verişlər olsun, amma nəysə. Yəni ki, belə. İndi siz yazın görüm yorumlara, bu xanım haqlıdırmı, yoxsa yox. Nə də olsa, dediyim kimi 2 gün sonra mən deyəndən sonra cavab verməyi və həmin an cavab gözləməyi bu biraz düzgün çıxmırdı. Ən azından bir saat gözləyər insan, 2 saat gözləyər. Ya deyər ki, yazmışam sizə, cavab verin. Mən də yoldaşımdan soruşub dəqiqləşdirim. Həqiqətən belə məhsullar alacağıma görə çox sevinmişdim, biraz münasib olacağına görə. Çünki highlighter dediyim kimi tez-tez istifadə eləmirəm və ona da Dior'un orijinal olan highlighter hardasa 110 manata falandır. O qədər pul verməyə də heyfim gəlirdi. Düşündüm ki, bir dənə belə premium versiyasını alım, yoxlayım. Əgər düz, yəni istifadə edəcəyim bir şey olsa, niyə də verməyim? Niyə heyf yox, qismətdə yox imiş. Bəlkə də inşallah orijinal alacağım. Heç bir uf da deməyəcəm ki, buna bu qədər pul vermişəm. Heyf yox qızlar, bu da belə bir hadisəydi, başıma gəldi. Nəysə, siz də yorumlarda yazın görüm. Yorumlarınız mənə maraqlıdır. Amma yəni tam səmimi olun da. Dünən axşam McDonald's yeyəndən sonra səhər mən detoks suyudur qızlar. Bunun içərisində zəncəfildir, limondur, kividir, bir də cəfəridir. Bir stakan su belə blender eləyirəm. Ac qarnına içirəm. Hardasa 2 kilo atmağa kömək edir. Amma yəni gün ərzində 2 litr su içməlisiniz. Bir də yəni bol yürüyüş falan. Balon bağçaya gedir. Raul. Davay. Git. Oy, açarla da bağlamışam. Gözləməm açsın deyəm. Gözləməm açsın. Hani babası? Baba. Baba gel. Katyanı da qoşdum qızlar. Həm silsin, həm də süpürsün. Qıraqdakı dolabları da qoymuşam hələlik kravatın üstünə. Ayaqlarını sildim, elə qoydum. Pasteli təzə dəyişmişdim çünki. Ayaqlarını falan sildim, qoydum bura. Qapının arxasında belə şeylər var idi, artıq əski şeylər. Onları da qoydum elə bura. Artıq yorğanı çıxartmışam qızlar. Çox istidir havalar. Maşallah, maşallah göz dəyməsin. Bunu da deyək də hər dəfə. İşte bu buranı silsin, süpürsün. Mən də gedim digər işlərimi görüm. İndi civanın digər tərəfini təmizləyəcəm. Çox yaxından göstərmək istəmirəm qızlar. Çünki həqiqətən çirklidir. Yəni nə qədər sürtməyimə baxmayaraq, yəni də təmizlənmir. İndi bu vanişlə onu da buraya qoymuşam ki, Katya buradan çıxmasın. Onsuz da yəni onları da dəyişəcəm birazdan. Əgər həvəsim olsa stolların üzərini də bu aparatla təmizləyərəm, amma baxacam da indi. Çox yormaq istəmirəm özümü. Amma stol üzərini atacam yuyulmağa. Deməli, nə edirdim? Bu vanişli suyla fıskırdacam divanın üzərinə və təmizləyəcəm mebeli.
Deməli, nəyə kəşf elədim qızlar? Bu hissəni təmizlədim. Nəyə kəşf elədim qızlar? Baxın, gördüyünüz kimi alt hissədə olan ləkələr heç çıxmadı. Artıq canını hopub. Ancaq tozunu təmizləyir də, belə deyərəm. Burada bir iki dənə ləkə var idi, ora varniş sıxdım, elə çıxartdı. Yəni təkcə su ilə üzərindəki heç bir ləkəni təmizləmir. Nəyə görə bu aparatı ala bilərsiniz? Əgər divanınız yenidirsə, tozlanmağını, çox ləkələnməyini istəmirsinizsə, hə, evdə olsun. Birdən-birə nəsə olan kimi tez qəşəng tozunu da silim, ləkəsini də çıxardım, çox əziyyət çəkmədən. Hə, əla bir vasitədir. Amma belə yox, mənim kimi köhnəlmiş bir divanınız varsa, sırf onun ləkəsini çıxarım deyə düşünürsünüzsə, yəni onu almayın. Çünki çıxartmır. Artıq illənmiş ləkələri çıxartmır. Onsuz da bu divanı dəyişməyi düşünürük. Ümumiyyətlə, yəni evin necə deyərlər, dizaynını dəyişməyi düşünürük, mebelləri falan, amma bir müddət sonra, çünki hələ Raul balacadır, hər şeyə əl atır, hər şeyi dağıdır eləyir. Ona görə hələ ki gözlədirəm, divan üzləri ilə yola verirəm gördüyünüz kimi. Bir də onu deyim ki, mən təzə evlənən vaxtı divan üzü istifadə eləmirdim. Qonaq gələnim belə bu divanda yatırdı, üstünə pastel sərirdim. Evdə, yəni oturanda da yəni bu divanın üzərində otururduq. Yəni belə divan üzü falan istifadə etmirdim. Hardasa 2 il olar bu divan üzlərini almışam. Belə təmizlədim. Məncə yetəri qədər tozunu falan təmizlədi, yaxşı oldu. Bəzi yerlərində təzə ləkələrini təmizlədi, amma köhnə ləkələri xeyr. İndi belə aparım o çirkli suyunu da atım. Sizə də göstərim. İçərisindən çıxan çirkli suyu. Burada çirkli konteynerdir. Yığılır burada. Yəni görürsünüz də. Qabın qara olmağına baxmayın. Belə suyun özü də qaradır. Deməli qızlar, bizdə həm yoldaşımın, həm də Raulun allergiyası olduğuna görə tük yastıqlara bu sintifon yastıqlardan istifadə edirik. Bir pis yanı var ki, bu istifadə etdikcə belə yapışır. İndi onları didirəm. Belə. Başlayayım. Bu da vaxt aparan bir şeydir. Çox vaxt mama eləyirdi. Axırıncı dəfə gələndə bir yastığımızı elədi. Vaxt tapdıqca belə eləyirəm. Və qızlar, burada da artıq vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.